Bakı şəhərində keçirilən tədbirə qonaqları gətirən elektrik avtobusu 180 km yol qət edir. Avtobus yolun bir hissəsini 50 km/saat, qalan hissəsini 60 km/saat sürətlə gedir. Sürətlərin dəyişdiyi nöqtədə 10 dəqiqəlik texniki fasilə verir. Nəticədə avtobus bütün yolu 3 saat 30 dəqiqəyə tamamlayır. Avtobus 50 km/saat sürətlə neçə kilometr yol getmişdir? Avtobusun 50 km/saat sürətlə getdiyi yolu T ilə işarə etsək, üstə gəlinsin 60 dəqiqəlik, daha doğrusu 60 km/saat sürətlə də buna T1 yazaq, bura T2 yazaq. Getdiyi yol ümumilikdə 180-dir. T1 üstə gəl T2, üstə gəl 10 dəqiqəlik də fasilə. 10 dəqiqəlik fasiləni bizə km/saat bölünsün saatla verildiyi üçün dəqiqəni, yəni 10 dəqiqəni çevirək saata. 10 dəqiqə bərabərdir 60-da 10 saat, yəni 6-da 1 saata. Bura əlavə 6-da 1 bərabərdir 3 saat 30 dəqiqədə 3 saat 30 dəqiqə. Çevirsək 3 tam 2-də 1 eləyəcəkdir. Çünki 30 dəqiqə saatın yarısıdır. 3 tam 2-də 1 saat. Buradan T1 üstə gəl T2-ni tapaq. 3 tam 2-də 1-dən 6-da 1-i çıxsaq 3 tam. Bunu 3-ə vursaq hər tərəfini eləyəcək 6-da 3 çıxılsın 6-da 1. Deməli T1 üstə gəlinsin T2 bərabərdir 3 tam 6-da 2. O da 3 tam 3-də 1 eləyir. Deməli T1 plus T2-ni tapdıq. Qeyd edim. T1 üstə gəlinsin T2 bərabərdir. 3 tam 3-də 1-i də çevirirəm. Düzgün olmayan kəsirə 3-də 10 eləyir. Hər tərəfi 3-ə vursaq alarıq. 3 T1, 3 T2, 3-ü də buradan silim. 10-a bərabərdir. Sistemi alaq və tənliyi həll edək. Deməli, hər tərəfi burada 10-a böldükdə birinci tənliyi alırıq 5 T1, üstə gəl 6 T2 bərabərdir 18. Digərində isə 3 T1, üstə gəlinsin 3 T2 bərabərdir 10. İkinci tənliyi 2-yə vuraq. Birinci tənliyi də mənfi 1-ə. Alarıq. Deməli, mənfi 5 T1, üstə gəlinsin. Daha doğrusu çıxılsın 6 T2 və mənfi 18. İkinci tənlikdə isə alırıq 6 T1, müsbət 6 T2 və 20. Tərəf-tərəfə topladıqda T2-lər, 6 T2-lər gedir, qalır T1 bərabərdir. 20-dən mənfi 18 müsbət 2 eləyir. T1 bərabərdir müsbət 2. Deməli, avtobus 50 km/saat sürətlə neçə kilometr yol getmişdir? 50 ilə T1 sürətin getdiyi üçün, saatında getdiyi üçün 50 vurulsun 2. Bu da eləyəcək 100 km yol getmişdir.